Mülayim Cənub yarımkürəsində əsasən okean və dənizlərin üzərində olur. Sadəcə bu hissələrdə Cənubi Amerikanın qərb sahillərində mülayimin dənizi, Patagoniya yaylasında isə mülayim kontinental olur. Tasman adasının cənub hissəsində mülayimin dənizi, həmçinin Yeni Zelandiyanın cənub adasında mülayimin dənizi olacaq. Daha sonra subarktik iqlim qurşağı. Subarktik iqlim qurşağı şimal yarımkürəsində şimal materiklərin şimal hissəsini, yəni Avrasiya və Şimali Amerikanın şimal hissəsini əhatə edir. Burada Hudson körfəzi sahillərini əhatə edir. Yəni Hudson körfəzinin cənub sahilləri mülayim iqlim qurşağı, şimal hissələri, yəni bu hissələr isə subarktik iqlim qurşağında olur. Subarktik iqlim qurşağı həmçinin Qrenlandiya adasının cənubunu, tamamilə İslandiya adasını əhatə edir. Skandinaviya yarımadasının şimal hissəsini burada olacaq artıq Skandinaviya yarımadası Norveç, İsveç, Finlandiyanı əhatə edir. Həmçinin Kola yarımadası Rusiyanın ərazisinə düşür, oranı əhatə edir. Rusiyanın şimal hissələrini. Rusiyanın şimal sahillərini isə artıq subarktik iqlim qurşağı deyil də arktik iqlim qurşağı əhatə edəcək. Bu hissələrdə həmçinin Qrenlandiyanı, Kanada Arktik arxipelaqını və Şimali Amerikanın şimal sahilləri də arktik iqlim qurşağında olacaq. Subantarktik və Antarktik iqlim qurşağı sadəcə Antarktida materikini əhatə edir. Burada Antarktida yarımadasını subarktik iqlim qurşağı, amma Antarktidanın böyük bir hissəsini Antarktik iqlim qurşağı əhatə edəcək. Təbii zonalar, şimal materiklərinin təbii zonalarına baxacağıq. Burada tropik iqlim qurşağının kəsdiyi yerlərə baxırıq birinci. Ərəbistan yarımadası böyük bir hissəsi, yəni tamamilə də deyə bilərik, burada yüksəklik qurşaqlarına çıxmaq şərti ilə səhra və yarım səhralar təbii zonası əhatə edir. Səhra və yarım səhralar təbii zonasında boz qonur, şoran torpaqları əhatə eləyəcək. Burada Tar səhrası daxil olmaqla tropik xəttin kəsdiyi əraziləri əhatə eləyir. Buradakı təbii zona dediyim kimi səhra və yarım səhralar təbii zonasıdır. Buradan şərqə doğru getdikcə muson küləklərinin təsiri nəticəsində bu hissələrdə dəyişkən rütubətli meşələr Banqladeş ərazisini əhatə eləyir, Malakka yarımadasının, Hindçin yarımadasının bir hissəsini, Şərqi Asiyanı, yəni Yapon adalarından tutmuş Cənubi Koreya da Şimal Koreya daxil olmaqla bu hissələri əhatə eləyir. Burada isə uşaqlar həmçinin Hindistan ərazisi ilə Cənub-Şərqi Asiyada, Hindçin yarımadasında savanna və seyrək meşələr təbii zonasıdır. Bu hissələr isə dediyim kimi dəyişkən rütubət meşələrdə muson küləklərinin təsiri nəticəsində formalaşır. Bu gördüyümüz hissələr isə yüksəklik qurşaqlığıdır, yəni dağlıq ərazilər olduğuna görə burada üfüqi yox da şaqlı zonalıq üstünlük təşkil edir. Subtropik iqlim qurşağında bu hissələri əhatə eləyəcək codyarpaqlı meşə və kolluqlar. Yəni subtropik iqlim qurşağının Aral dənizi iqlim tipinin təbii zonası codyarpaqlı meşə və kolluqlar olur. Yağıntılar qış fəslində düşür, ilin soyuq dövründə düşür. İqlim belə deyirik, rütubətli əmsal vahiddən kiçikdir, yəni quraq ərazilər olur. Torpaq tipləri də qəhvəyi olur. Yay aylarında bu ərazilərin suvarmaya böyük ehtiyacı var. Həmçinin də bu hissələr sitrus meyvələrinin ən çox yetişdirildiyi ərazilərdən biridir. Bu xətt boyunca davam eləyəndə burada Anadolu yaylasında yüksəklik qurşağı aydın seçilir. Həmçinin Azərbaycan ərazisində də Qafqaz, Böyük və Kiçik Qafqaz dağları, Talış dağlarında yüksəklik qurşaqlığı hiss olunur. Amma şərq hissəsində isə yenidən subtropikin Aral dənizi iqlim tipi və fərqli təbii zonaların yaranmasına səbəb olur. Məsələn, çöl və meşə çölləri təbii zonasının yaranmasına səbəb olur. Azərbaycan ərazisində bilirik ki, bu hissələrin böyük bir hissəsi səhra və daha doğrusu yarım səhraları əhatə edir. Yarım səhra iqlim tipidir həmçinin. Rusiyanın bu hissələr, Rusiyadır, Ukrayna ərazisidir, Qazaxıstan şimalıdır, Çinin bir hissəsidir. Çöl və meşə çöl təbii zonasıdır. Buranın torpaq tipi qaradır. Təbii zona olaraq burası stepdə deyilir həmçinin. Şimali Amerikada bu hissələrə preri deyilir, çöl və meşə çöl təbii zonasına. Həmçinin burada Qərbi Avropa, yəni Avropa materikinin böyük bir hissəsini mülayim iqlim qurşağı əhatə eləyir. Enliyarpaqlı meşələrdir. Bu hissələrdə iynəyarpaqlı və enliyarpaqlı meşələr, yəni qarşı meşələr üstünlük təşkil edir. Skandinaviya yarımadası, Şərqi Avropanın şimal hissəsi, yəni Rusiya hissəsi, Rusiyanın ərazisinin böyük bir hissəsi iynəyarpaqlı təbii zonaları, yəni tayqa meşələri üstünlük təşkil edir. Təbii zona olaraq tayqa meşələri. Burada isə torpaq tipi podzoldur. Bu hissələrdə qonur və qəhvəyi meşə torpaqlardır. İynəyarpaqlı, enliyarpaqlı meşələr, yəni qarşı meşələr təbii zonasında isə çimli bozol torpaqlar üstünlük təşkil edəcək. Daha sonra bu hissələr subarktik iqlim qurşağının əhatə elədiyi
tundra və meşə tundra təbii zonasıdır. Tundra və meşə tundra təbii zonasının torpaq tipi də tundra və tundra gileyli torpaqlardır. Həmçinin bunu Şimali Amerikada bu hissələrdə də biz müşahidə edə bilirik. Bura iynəyarpaqlı meşələrdir. Tayqa təbii zonasıdır. Burada enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil eləyir. Tayqa təbii zonasında həmçinin demişdim burada bu hissələri çöl və meşə çöllər. Yəni burada qara torpaqlar üstünlük təşkil edir və preri deyilirdi bu hissələrə. Burada yüksəklik qurşağı aydın seçilirdi. Kanarda Arktik arxipelaqı, Taymır yarımadası, Çuqot yarımadasının xırda bir hissəsi. Buradakı adalar artıq olacaq Arktik ilin qurşağında Arktik səhraları təbii zonası əhatə edəcək. Böyük Sond adaları, Böyük Sond adalarında rütbətli ekvatorial meşələr, Böyük Sond adalarının böyük bir hissəsində, Yeni Qvineya adasının cənubu, həmçinin Yava adasının bir hissəsi savana və seyrək meşələr təbii zonasını əhatə edəcək. Cənub materiklərinin təbii zonaları birinci Avstraliyadan başlayıb daha kiçik olduğu üçün mərkəzindən tropik xətti keçir. Böyük bir hissəsi ona görə bu hissələr daha doğrusu cənub tropik xətti keçdiyi böyük bir hissə olacaq səhra və yarımsəhra təbii zonası. Bu hissələr subekvatorial iqlim qurşağıdır. Bu hissələr subekvatorial iqlim qurşağıdır. Subekvatorial iqlim qurşağında olduğu üçün də bura olacaq savana və seyrək meşə. Həmçinin savana və seyrək meşələr tropik və subtropik iqlim qurşağında da Avstraliyada yayılmış ərazilər, yayılmış təbii zonadır. Bu hissələrdə isə artıq codyarpalı meşə və kolluqlar təbii zonası üstünlük təşkil edir. Burada artıq bilirsiniz ki, burada Şərqi Avstraliya cərəyanı keçir. Burada dəyişkən rütbətli meşələrin yaranmasına səbəb olur. Tropik xəttinin boyunca bu baş verir. Burada isə həmişəyaşıl rütbətli ekvatorial meşələr təbii zonası yayılmış olacaq. Yəni bu hissələri əhatə edir. Bu hissələrdə bunun yaranması artıq passat küləklərinin təsiri nəticəsində olur. Bu hissələrə passat küləkləri dəhşətli dərəcədə yağıntı verir. Daha sonra Afrika. Afrikanın mərkəzi hissəsinə ekvator xətti keçir. Sadəcə bu hissələrdə rütbətli ekvatorial meşələr yaranır. Bu hissələrdə dəyişkən rütbətli meşələrdir. Bu hissədə də xırdaca yayılıb. Afrika materikinin 40%-dən çox böyük bir hissəsi savanna və seyrək meşələrdir. Çünki şimalda da, həmçinin cənubda da subekvatorial iqlim qurşağı yayılıb. Buradan Mozambik cərəyanı keçir. Bunun yaranmasına səbəb olur həmçinin. Burada isə dəyişkən rütbətli meşələr tropikin rütbətlisinə düşdüyü üçün yaranır. Bu hissələrdə səhra və yarımsəhralar həmçinin buradan soyuq Bengel cərəyanı keçdiyi üçün də burada səhra və yarımsəhralar təbii zonası yayılır. Burada Aral dəniz iqlim tipi olduğu üçün codyarpalı meşə və kolluqlar, həmçinin bu hissədə də Əlcəzairdir, Tunisdir. Bu hissələrdə də dəyişkən codyarpalı meşə kolluqlar təbii zonası yayılmış olacaq. Daha sonra Cənubi Amerika. Cənubi Amerikada ekvator xəttinin kəsdiyi ərazilərdir. Yəni bu hissədə nisbətən geniş yayılıb rütbətli ekvatorial meşələr Amazon ovalığını əhatə eləyir. Şimalında ekvatorial və cənubunda dəyişkən rütbətli meşələr, həmçinin Braziliya cərəyanı təsiri nəticəsində bu hissədə də dəyişkən rütbətli meşələr təbii zonası yayılıb. Burada savanna və seyrək meşələrdir. Bu hissədə həmçinin savanna və seyrək meşələr təbii zonası yayılıb. Bu hissədə bunlara savanna və seyrək meşələrinə kompost, Lianus kompost deyilir. Bunlara verilən təbii zonalara verilən adlardır. Daha sonra burada yüksəklik qurşaqları aydın hiss olunur. Burada demişdik ki, subtropikin Aral dəniz iqlim tipi olduğu üçün də bu hissədə codyarpalı meşə və kolluqlar təbii zonası yayılıb. Bu hissədə həmçinin səhra və yarımsəhralar təbii zonası yayılacaq. Bu hissədə isə subtropikin bərabər rütbətli iqlim tipi yayılıb. Ona görə də burada çöl və meşə çöllərdir. Həmçinin çöl və meşə çöllər Cənubi Amerikada pampa adlanır. Bu hissədə La Plata ovalığını əhatə eləyir və qara torpaqlar geniş ərazini əhatə eləyəcək.